Ben Hacı Şahin'i həyatda bir dəfə görmüşdüm. Amma mən onun hər gün səhər bile göğsü duranda onun kəlamları vardı. Deyir ki, bu sabah dualar edildi. Ben bunu paylaşıram. Bilirsiniz, insanların həyatda bir missiyaları olur. İnsan var, səhər duranda deyir ki, ben bugün efirə gedib kimi qırdırım bir-birinə. İnsan var, gelir deyir, nəsə edeyim. Mən deyirəm, bir insan var, deyir belə-belə. Misal üçün, ama Hacı Şahin tam başka bir insan idi. Azərbaycan din aləmində gəlib gedən, bəlkə də gənclərin də ən çox inandığı şəxsiyyətlərdən biri oldu. Mən bilirəm ki, mənə deyir ki, o yüzlərlə insanları, narkotik olan insanları düz yola gətirdi, qumarbazları düz yola gətirdi. Hə, dostlarımız var içində. Çox hörmət elədiyim Hacı Surxaya çox böyük hörmətim var, Hacı Sədiyə. Ramin mənim, bəlkə də arzum da Hacı Ramin mənim efrimdə, bir efrimdə olsun. Mən o efirlər heç lazım deyil. Bir cümə günü qonağım olsun, gəlsin. Bilirsiniz, biz elə bir ölkədə yaşayırıq ki, mənim ölkə başçım, ölkəmin birinci vitse-prezidenti ilə məscidləri, ziyarətgahların açılışına gedirlər.